vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Yeni gələn modellərimizi sizə təqdim edək. Bir dənə zəhmət olsa ilk öncə videonu bəyənək, səhifəyə takib ataq. Videomuz kəşfiyyata düşsün. Bu öz ölkəmizin istehsalı olan ağdam boylarıdır. Material olaraq, dizayn olaraq heç bir ölkənin istehsalından geri qalmır. Hələ çim artıqlığı, üstünlüyü var ki, eksikliyi yoxdur. Materiallar çox yüksək keyfiyyətlidir. Yəni hamısı yulan modellərdir, arxaları təmiz pambıqdır. Yəni sıdıqları bilinmək söhbəti yoxdur. Modellər hamısı bir-birindən fərqli və gözəldir. İstənilən bax görürsünüz, hər rəngi, hər tonu, hər modeli mövcuddur. Görürsünüz, hamısı bir-birindən fərqli modellərdir. İnşallah ki, yəni öz malımızı alanlar heç kim narazı qalmaz. Bir dəfə alan növbəti partiyada alıb istifadə edəcək. Yəni öz istehsalımız da biraz zəif olar, elə şey yoxdur. Ən yüksək keyfiyyətdə hazırlanır. Modellər də hələ ki belə naxışlarla gəlir. Növbəti inşallah partiyalar sadələr gələcək. Mən bütün modelləri, bütün rəngləri sizə təqdim edirəm. Bir dənə baxın, zəhmət olmasa. Yəni narahat olmayın. Bir dəfə alın, istifadə edin inşallah. Ondan sonra özünüz keyfiyyətinə qərar verəcəksiniz ki, keyfiyyəti necədir. Bunlar hamısı misal üçün şəbəkə üsullardır. Çox qəşəng görünüşləri var. Bu ildən çox dəbdə olan modellərdir. Həm sadəliyinə görə, həm gözəlliyinə görə. Yəni heç vaxt dəbdən düşmür bunlar. Nə göz yormur, deyim ki, misal üçün aboy var, divara vursan göz yoruculuq yaradır. Amma bunlarda problemlər yoxdur. Sonra bu belə rəngi var, çox nadir rənglərdəndir. Yəni hər katalogun içində belə rənglər olmur. Bir də belə modellər var. Bunda 6-7 rəngi mövcuddur. Bunlar da əsasən koridor üçün, xuna üçün istifadə olunan modellərdir. Həm teksturalar çox qeyri-adidir, həm də keyfiyyət çox yüksək səviyyədədir.